Bir pasiyentim var idi ki, öz anasıyla münasibətdə idi və bu oğlan uşağı idi. Həmin bu oğlanın atası çox az yaşlı halda olanda ölüb, dünyasını dəyişir və ana da gənc qalıb, öz oğlundan artıq bir münasibətə girib. Və bu münasibət illərdir davam edir. Ana övladını evlənməyə qoymur, hətta ondan dəfələrlə hamilə qalır, abort elətdirir və bütün bunların hamısı bizim cəmiyyətdə baş verir. Gününüz aydın olsun millət. Sadəcə sizdən xahiş edirəm, ayılın. Bax bu cür videolara yanqarşınıza çıxsa inanmayın. Bir il öncə belə bir psixoloq çıxıb demişdi ki, ana öz oğlu ilə cinsi əlaqəyə girib üzr istəyirəm hamıdan. Mən onun haqqında müraciət eləmişdim. Daxışlar orqanlarına müraciət eləmişdim və səslənmişdim. Və bu videoma da nə qədər adam dəstək olmuşdu, sağ olsunlar, o videomu vurdular. Bax bu parazitlər vurdular. Hansı ki, mən sizə deyim. Bax o psixoloq haqqında müraciət eləmişdim. Demişdim ki, daxışlar orqanlarına müraciət eləmişdim ki, xahiş edirəm bu psixoloq haqqında tədbir görün. Bu insanların, xalqın əxlaqını pozur. Belə bir pasiyenti olubsa da belə, onun haqqı yoxdur çıxıb onu efirdə deməyə. Bu məsələni, bu böyük bir, ağır bir məsələni, hansı ki, insanlığa sığmayan bir məsələdir. Onu çıxıb xalqa çatdırmaq, bu birbaşa reklam eləməkdir. Ayılın, ay cəmaət, yəni ki, belə bir şeylər var, iradəsi zəif olanlar, əqidəsi, qeyrəti zəif olanlar, evlatlar var ki, onlar alçaqdır, bir qeyrət, onlar anasına belə təmas salarlar. Yəni bu cür insanları ayıltmaqdan ötürü. Qadın var ki, qadınlıqdan xəbəri yoxdur, onun üçün bir dənə pastel olsun, üzr istəyirəm hamıdan. O fikirləşmir. O bir qadın ki, gedir evladına xəyanət edib, gedib otellərdə, orada burada gəzirsə, bu evladınla da onu eləsə eyni şeydir. Yəni ki, bu eyni bir, necə deyim, eyni bir dərəcəli bir biabırçılıqdır. İnsanlığa sığmayan bir məsələdir. Mən sizə deyirəm ki, ayılın, belə videolar olanda atın bloka, belə bir səhifələr çıxdı qabağınıza. Atın bloka. Həmin o videomu da vurdular. Həmin o videomu müraciətimi vurdular. Çünki onlara sərf eləmir. Məni kimi insanlar sərf eləmir. Sizi kimi qeyrətli insanlar sərf eləmir. Onların məqsədi ancaq bu xalqı pozmaqdır. Bu yaxınlarda da 2 günün söhbətidir. Biri çıxıb deyir ki, güya ki, oğlan gedib işə düzəlməyə və orada bunun test analizi veriblər. Boşandığı qadından vaxtilə, sən demə 7 il bundan qabaq, bunun uşağı bu atasından imiş. Yəni belə bir şey analiz eləyək də özümüzə. Hansı şirkətdir ki, o insanın bu bəzi analizlərini götürür? Hansı şirkətdir? Şirkətin nəyinə lazımdır? Bu insan sonsuzdur, bu insanın uşağı olur, olmur. Bəyəm şirkətə gedir, uşaq əkməyə gedir ki, bu uşağı gedib orada şirkətdə bunun analizini götürürlər ki, bunun uşağı olacaq və yaxud da bu impotentdir, üzr istəyirəm və sonsuzdur, nədir? Bu hansı şirkətdir ki, bu test analizini götürür? Və yaxud da bu bir minvalda fikirləşir, bu bir məsələni. Əgər bir insan boşanıbsa, boşanan qadın təbii ki, hansı bir skandal yaranır ki, hansı bir nifrət yaranır ki, ailədə bu boşanır. Boşanan qadın nə axtarır? Həmişə ər tərəfin hansı bir anam bunu elədi, atam bunu elədi, qardaşım bunu elədi, nəslin bunu elədi, ancaq söz-söhbətlər bu olur. Nurjeli o qadın bir dəfə çıxıb demədi ki, bax sənin uşağın, bax atam məni zorladı, üzr istəyirəm, sənin uşağın filan kəsdir. Deyərdi də, həmin qadın bundan boşanıbsa deyərdi. Demək ki, bu sadəcə bir, necə deyim, bu bir ləkədir, bu xalqın beynində qeyrətsizliyi, bu oğraşlığı təbliğ eləməkdir, reklam eləməkdir. Ayılın millət, and olsun Allah'a, inanmayın belə şeylərə. Belə bir şeylər oldu, atın bloka. Yəni ümumiyyətlə elə şeyləri çalışın ki, görməyəsiniz. Çünki onların məqsədi bu xalqı pozmaqdır. Bu mediada bəzi aparıcılardır, sonra bu bəzi psixoloqlardır, sonra ginekoloqlar var bəziləri, hansı ki, qadın əxlaqı, qadının bu orqanlarını qoyub çölə özlərini reklam edirlər. Bu xalqı pozan bəzi bu qurumlardır. Hansı ki, bu qurumlar çalışırlar ki, xalqı içimizdən pozsunlar. Mənim dünən paylaşdığım videoda da demişəm ki, bugünkü gün məktəbə transı geyi soxurlarsa, demək ki, bu videolar da hamısı bir-birindən əlaqəlidir. Ona görə inanmayın, əziz xalqım, inanmayın. Dövlətimiz də məşğul olur və olacaq da, bu cür hallarla məşğul olacaq. Yəni çalışıb biz də dövlətə müraciət eləməliyik ki, bu cür halların qarşısı alınsın. Yəni dövlətin o qədər görəcək işləri var ki, ona görə xalq çalışmalıdır dövlətə belə şeylərə müraciət eləməyə ki, bu cür psixoloqlar çıxıb xalqa bəzi şeyləri, belə bir şeyləri reklam eləməyə. Yəni psixoloq nə deyilən bir şeydir? Psixoloq mənə çatmır. Psixoloq nə məsəl, psixiatr desən, hə deyirəm ki, psixiatr əsəblə filan bir məsələlərlə bağlı müəyyən bir dərmanları yazır, deyir ki, əsəbləri sakitləşdirir, məsələn bu dərmanı at, bu çayı iç, filan şey iç. Bu psixoloq nə olan bir şeydir ki, bu xalq bu psixoloqlara müraciət edir. Eşələsən Allah'a and olsun, bu psixoloqların çoxuna psixoloq lazımdır. Yəni ona görə əziz xalqım, inanmayın. Yenə deyirəm, xahiş edirəm, belə videolara inanmayın. Bu cür ən belə ağır bir məsələni reklam eləməkləri birbaşa bu xalqa qarşı çıxmaqdır, xalqın düşmanı olmaqdır. Allah xalqımızı qorusun, Allah balalarımızı bu cür psixoloqlardan qorusun və bu cür təbliğatlardan qorusun. Allah xalqımızı, dövlətimizi qorusun. Var olsun Azərbaycan xalqı, Azərbaycan xalqının qeyrətini heç kim tapdalaya bilməz. Var olun.